Deyir ki, anamın 85 yaşı var, mənim 59. Mən anama baxıram, onun üçün baxmaq pul ala bilərəmmi? Ananızın əlilliyi yoxsa yox, baxmaq pul ala bilməzsiniz. Qulluğa ehtiyacı olsa o zaman ala bilərsiniz. O da prezident təqaüdüdür. Yəni o yoxdursa, o sənəd yoxdursa təbii ki ala bilməzsiniz. Yəni hansı halda şəxs yaşlı şəxsə, 50 şəxs əlilliyi təyin olunur, Xəyal bəy. Əlilliyi təyin olunan zaman onun qiymətləndirilməsi kompleks şəkildə həyata keçirilir. Yəni şəxsin kənar şəxsin qulluğuna ehtiyacı olub olmaması məsələsi də həmin o əlillik qiymətləndirilən zaman müəyyən olunur. Əgər onun əlilliyi varsa və əlilliyində yazılıbsa ki, bəli, bunun şəxsin, kənar şəxsin qulluğuna ehtiyacı var, o zaman həmin şəxs əlavə dövlətdən müavinət ala bilər. Amma adi qaydada, yəni heç bir yerdə qeyd olunmayıb bunun xəstəliyinə bağlı. Yəni 89 yaşda kifayət qədər çox insanlar görmüşük ki, yəni sağlam vəziyyətdə yaşayırlar. Yəni onun gərək işin hallarına baxmaq lazımdır.